yaranmasının venalarımız normalda, bizdə yəni ayaqdakı venalardan danışırıqsa, ayaqdan ürəyə qanı aparan damarlardır. Və bunların işi çox ağırdır. Çünki baldır əzəlləri pompalayır ki, ayaqdakı qan ürəyə qovulsun. Hamiləlik vaxtı döl qarında olanda sürət zəifləyir. Çünki ayaqdan ürəyə gedən qanın qarşısını uşaq almış olur. Bəli, yəni döl azad olana qədər bu venalara daha güc düşür. Onlar daha zəif sürətlə qanı qovurlar. Zəif sürətlə qovanda da təbii ki, damarlar genişlənir. Durğunluq hesabına genişlənir. Bu genişlənmənin qarşısını almaq üçün biz xəstəyə müdaxilə edirik. Damar corabı veririk ki, kənardan sıxılsın, o damarlar genişlənməsin. Hamiləlik özü səbəb ola bilər. Çox ayaq üstə duranda səbəb ola bilər. Artıq çəki, bəli, qəbizlik, genetik faktorlar var. Yəni xəstə